Dünyada qəbul olunmuş bir qayda var. Bu qaydalardan biri odur ki, istər kişi, istərsə də qadın 45 yaşından sonra qarında heç bir ağrı olmasa belə, bir narahatçılığı olmasa da belə, bütün digər check-uplar kimi məhz mədə bağırsağını da 5-10 ildə bir dəfə yoxlatmalıdır. Bunun üçün ən dəqiq müayinələrdən biri həm gözlə görüb lazım olarsa müdaxilələr etmək üçün endoskopik müayinələrdir. Mədəni gastroskopi ilə, bağırsağı isə kolonoskopik dediyimiz bir metodla yoxlayırıq. Kolonoskopiya bir çox hallarda həyat qurtarıcıdır. Niyə məhz həyat qurtarıcıdır? Çünki erkən müayinələr bağırsaq xərçəngini önləyə bilir. Ümumiyyətlə, mədə-bağırsaq sistemi xərçənglərinin demək olar ki, 99% hallarda önlənə bilən, yəni qarşısı alına biləndir. Yetər ki, vaxtında müayinə olmasın. Və bu videonu çəkməkdə və paylaşmaqda əsas məqsədimiz odur ki, insanlarımızın gələcəyini qorumaq üçün bağırsaq xərçənginin ehtimalını və rast gəlmə əmsalını azaltmaq üçün erkən müayinə çox vacibdir, çox strateji bir yanaşmadır. Bütün insanlar 45 yaşından sonra 5 ildə bir dəfə kolonoskopik bir müayinə olunmasını tövsiyə edərdik. Kolonoskopiya çox rahat, ağrısız, yuxu altında keçən 15-20 dəqiqə ərzində maksimum bitən bir müayinədir. Həmən gün pasiyent evə yazılır, evə buraxılır və çox rahatlıqla bütün problemlərinin qarşısını almış olur.